məsələsindən sonra Təbrizə bir heyət gəldi Şah Rudi tərəfindən. Bir gün bir qonaqlıqda mən Əhərin qazilərinin biri ilə görüşdüm. Bu həmişə mənə xor baxardı, məsələn belə baxardı ki biz. Gördü məni çağırır, deyəcəm burada səndən bir sözüm var, getdi. Bir xatirə dedi mənə. Bilirsiniz o heyət həft nəfərə gəlmişdi, o adamlar ki hökm sadir eləyə bilmirdilər, onların haqqında idi. Deyə Əhərdə bir nəfər tutmuşduq, 15 yaşı var idi. Bunu biz çağırdıq ki, heyət işi gəlib Tehran'da, bunlar təsmin tutsunlar. Əvvələn nə qədər bunu biz yalvardıq, yaxardıq, farsı danışmadıq. Dedik, baba, bunlar Tehran'dan gəlib, deyil, mən neyim, mütərcim gətir. Deyib, biz buna dedik, baba, sən fars dilində dərs oxuyursan. Dedi, Türk dilində mədrəsə açın, mən oxumayayım da. Baba, siz mədrəsə qoydunuz, Türk dilində mən getmədim. Deyib, mən deyir, baba, bunu razı sal, 5-6 kəlmə farsı danışsın. Demək ki, sizləri tanıydım, bilirdim da, Muxtəzəfiz haradır. Deyib, bunu çağırdım. Da bunun da Allah'a, nə imama, nə peyğəmbərə and vermək olmaz ki. Dedim, sən o inandığın Azərbaycan. Deyir, oğlum, 5-6 kəlmə farsı danışsınlar. Bəlkə biz buradan qutula vaxtı var, bunlar Tehran'dan gəlib, heyətdir, filan təhməkarlar. Deyir, yox. Deyir, gəldi, qıssaca bir balaca danışıq apardı. Deyir, hamı baxdı bir-birinin üzrə. Neçə qazi idi də Tehran'dan gələnlər. Yavaşçılı dedi ki, baxın, azadlığın yazın geçsin. Dedi, bir haqqı ki, Haq Taala mənə veribdir. Əgər mənə verməsəydi, mən o dildə yaratmazdım. Dünya qanunlarında da bu haqqı mənə veriblər. Təbii hüquqlarda da bu vardı. Qanun əsasında da bu vardı. Maddə 15 qanun əsası deyir ki, hər kəs öz dilində yazıb oxumalıdır və məktəb olmalıdır. Ağalar ki, burada oturublar, cənablar kimdilər ki, məni bu haqdan məhrum edirlər? Deyir, mən onda bildim sizin ki, sizlərdir. Və bir xurda bizim xalqımızı bu inama çatdırdı. Ağıllara açar salıb, ağızlara söz qoydular. Dünən aşağı küçədə tez acdılar, gec doydular. Dünən aşağı küçədə küçəni uğurladılar. Ev adamın gündüz tutub gecələrə doğradılar. Qapılara qapı qoyub, qıfılları qabartdılar. Beheştidən cəhənnəmə qara qorxu yaratdılar. Bugün aşağı küçənin adı qorxu küçəsidir. Yer üzündə hər bir dustaq bu xarabanın, bu cəhənnəmin, bu dustağın nəbəsidir. Salamlarımızı, sayğılarımızı, səsimizi eşitməyi sevən və sevməyən yoldaşlarımızın hər birisinə sunuruq. Hər birinizi çox xoş gördük. Qanlı Xurdad qiyamının olaylarından dolayı mən belə ərz edeyim ki, mən o zaman Dəbiristan uşağı idim. Ulu mühəndis Əmanə deyim, böyük mühəndis Əmanə deyim, onun yol göstərməsi ilə biz də o zaman özümüz qədər, gücümüz qədər, o uşaqlığımızın halları ilə biləxərə biz də gücümüz çatan o zaman üçün özüm də Rasta küçədə o İmam Əli mədrəsəsində oxuyurdum dərs. Böylə hər gün axşam biz mədrəsədən çıxmamış, o imtahanları zad da buraxmışdıq, elə o fikirlər deyilik ki, görəsən nə oldu. Ancaq orada olan olayların xatir hörmətin, orada olan və orada tökülən qanların xatir hörmətin, mən buna əminəm, mən buna inancım var, mən buna inanıram ki, onların xatir hörmətin yoldaşa siyasət düşmənə sədaqətlər saxlamayacaqdır. Onların hörmətin qorxaqlığın adını əqlaniyyət və cəsarətin adını, nəcür deyim belə, ehsasat deyə, şuursuzluq deyə, ona buna uzantı olmaq, hər nəysə, onlar olmayacaqdır. Gəldik bu seçkilərə də bir söz ərz edeyim, çox baş ağrısı olmasın. Qonşunun qapısını döydüm, gəlsin biraz aş aparsın. Hamı başçılıq peşində 5-10 kasa baş aparsın. Aparsın yeyə bilməsə aşı töksün qurda, quşa. Bəlkə bu başsız başçılar az bir-biri ilə boğuşa. Biri qalxıb baş olmamış, mini qalxır baş olmağa. Başımızı ayaqlayır başlara oynaş olmağa.
qonşunun qapısını döydü, yazıq qapısından oldu. Arşı aldı, tulazladı, sonra da yamana doldu. Yazıq qapısından oldu, yazıq qapısından oldu. İnanıram ki, biz qapımızdan olmayacaq. Qapısından olanlar ilə fəqət özləri olacaqlar. Çox sağ olun. Türk hükümetinin böyük padişahı olan Nasiruddin Şaha atılan güllə Məlkəmxanın, yəni o deyirlər ki, qanun qazetəsinin bir axıntısı olaraq baxıldığında o gündən bu günə tək Türk və Türk millətçiliyi İranda elə güllə təhdid, tohin, yaman, yoğuz bir çox məsələlərə də məruz qalıbdır. 3 İsfənd 1299'da rəsmi olaraq hakimiyyət iqtidara gəldi ki, hər zaman bütün oyunları onun Türk millətinə qarşı hərəkət edibdir. Və bu günəcən ki, mən də burada bu tribun arxasındayım, bu siyasətlər idamə tapır. Bunun bir tarixi sürəci bəhsimizdən xaric olaraq girmək istəmirəm, amma bir xurdadın nədənlərinin başında bizim millətin geçən elə o 100 ilin içərisində olan danılmasının sonucudur. Yəni ona bir etirazdır. Bu bizim bir dönüşüm nöqtəsi və nöqtəyi ətfidir. Etiraz olaraq öz varlığını, öz kimliyini, öz bu toplumda nə istədiyinin bir qanıtıdır. Amma buna bir zəif nöqtəsi olaraq da biz baxmalıyıq. O böyüklükdə bir hərəkət, o əzəmətli hərəkət ki, Azərbaycanın bütöv şəhərlərində heç bir çağrı olmadan, heç bir başçı olmadan xiyabana gəlir və bizim milli faallar və ya milli düşünənlər, milli hərəkət edənlər eləyənmirlər ki, bunu organizə etsinlər, sazmanda eləsinlər. Biz buradan bu işə baxmalıyıq ki, niyə? Biz eləyənmirik və millət xiyabana gəlir, millət istəyəni deyirik, o əzəmətlikdə hərəkət edir, amma biz bundan bir sonuc alanmırıq. Sırf geçmişdən bu günəcən gələn o tarixi etirazın göstəricəsi olaraq görürük və hakimiyyət şədid vəzdə sərküb eləyir, bir çox qanlar tökülür ki, bu günlə onun anısına bu əzizlər bir yerə toplanıbdır. Bunun əsas nədəni bizim yenə də elə bugünkü ustadlar da buyurdular, elə seçkilərdə də görüşür ki, bir təsmimgiri və qərar vermə mekanizminin olmamasıdır. Biz bu eləyənmirik. Hətta o hərəkət ki, millət özü xodcuş yaradırı, onu yönəltə bilək, onu idarə eləyək, ona səmtüsü verək, onu hökumətin qarşısında bir güc olaraq ortaya qoyaq və istəklərimizi oradan ala bilək. Ondan böyük bir hərəkət olmaz. Millətin səhnəyə gəlməsi, hətta o qədər böyük bir hərəkət ki, əslən hakimiyyət də eləyənmir, onun qarşısında dayansın. O rivayət edirlər ki, ayrı şəhərlərdən, bilmirəm, oradan-buradan da niru gətirirlər. Biz gərək o günlərə, günlər oturaq, o günlərə, o çəkilən zəhmətlərə bərnaməmiz olar. İndi bu günlə seçkilər olaraq hələ Təbriz şəhərini heç, Urmuda biz baxırıq, görürük ki, göz görək ki, Türk millətinin yaşadığı topraklarda başçının olmamadığına görə, bir karar vermə mekanizminin olmamadığına görə hər yerindən duran bir dənə list çıxartır. Urmuda gətirir, deyir ki, bu, bilmirəm, Urmu filan səsi, filan iş, bilmirəm, müxtəlif adlar ki vardır, orada görürsünüz. Bunu biz asib-şinasi eləməliyik. Yəni, nəcür eləyə biləcək? Hələ o hərəkət ki, hakimiyyətin meydanında oynanır. Ustadların buyurduğu kimi, sonucu elə əvvəldən bəllidir. Nə olacaq, nə olmayacağı bəllidir. Biz bunu nəcür eləyə bilirik ki, gətirək, deyək ki, qardaşım, buyurun, təşrif gətirin, bir xirəd-i cəmi olsun, bir məqərri olsun, bir məkani olsun, bir adamları olsun, bir heyəti olsun, orada bu işlərə təsmim tutulsun. Bu təəssüfənə baxırıq, görürük ki, ərzdən behizur, bu yoxdur, olmadığına görə də narahatçılıqlar vücuda gəlir, ayrı-ayrı işlər vücuda gəlir, ayrı-ayrı bərnamələr vücuda gəlir, dilxorluqlar vücuda gəlir. Əlhəmdülillah, bu günlərin bu tablonu burada görmək, bu əzizlər ki, bir-birinin yanında, səmimiyyətlə, dostluqla, yoldaşlıqla oturublar. Bu bir dənə bizə böyük bir, əvvələn zəfərdir, başarıdır. Bu seçkilərin sonucu nə olur olsun, bizim mühüm olan budur ki, birliyimizi qoruyaq, qardaşlığımızı qoruyaq, dostluğumuzu qoruyaq, yoldaşlığımızı qoruyaq. Hər kəs hər hangi bir düşüncə ilə bir hərəkət ictimaiyə, siyasiyə varid olur
ona ehtiramla bərxurd eləyək, onun yolunu müqəddəs görək. Hamımızın bir dənə müştərək nöqtəmiz olsun. O da Azərbaycanın milli mənafi, Azərbaycanın milli şuuru, Azərbaycanda yaşayan millətin daha hak ettiği bir yaşayışa sahip olmasının çərçivəsində olsun. Hala bu dostlar qurdular, ustadlar qurdular. Biz geçen yine de hala o 37-8 ildə biz görmüşük ki, o adamlar ki gəliblər, yaxınlaşıblar, istəyiblər buracan. Baxsaydınız bu seçkilərdə, bu münazirələrdə heç bir milli düşüncədən, heç bir millətlərin mütalibələrindən, istəklərindən heç bir söz getmir. Niyə? Həman o ağa ki, indi 4 ildir bu memləkətdə hakimiyyətdədir. 3 dənə bu bizim Azərbaycanımıza söz vermişdi. Heç birinin tutup tutmadığına göre danışmır. Allah usulcələrlə işimiz yoxdur ki, onlar elə bizim əsli dostlarımıza baxsız görürsünüz ki, 10 il, 15 il zindan il onlar verir. Biz yani onlardan heç bir intizar bu ki, gəlirlər buzda bizim Azərbaycan mütalibələrimizi danışada yoxdur. Amma heç bu bir tərəfdə ki, islahatdan danışır, bilmirəm, azadlıqdan danışır, özgürlükdən danışır. Heç onların da heç bir dəğdəğəsi yoxdur. Deyələ qardaş axı, biz 4 il bundan qabaq Urmu gölü sözü vermişdik, indi üstündə 8 banda yol çəkmişik. Fərhəngistanı, zəbanı, ədəbi türkü demişdik, indi olub Bunyad, onun başına bir dənə Fars doktorasında olan birisini koymuş. Bilmirəm, Amuzuşi zəbanı madəri demişdik, indi o ki olmayıb heç, hələ Türk millətinə qol vermişdik, Kürt millətinə Amuzuş verdirdik ki, gəlsin, çıxatsın bunların qabağına. Və yenə də bizi bir Türk olaraq, Şiə Türk olaraq gətirir Vəhhabi, Sünni, Kürtçülüğün qabağına dirçəldirir. Yəni, gələcəkdə, döktürün buyurduğu kimi bir düşmən törədirik. İstər-istəməz biz bu günlərin, bəli, demokratik səhnədə, oy səhnəsində gedirik. Amma gələn günkü bir ayrı bir cərəyanlar oldu, bir böyük qan sel su yerinə gedəcəkdir bu iki millətin arasında. Sənirranı bildirmək var, bilmirəm, varlıqlarını bildirmək. Məncə bunların hamısının əsas başda gələn dəlili budur ki, bizim mütəəssifana o təsmimgiri mekanizmi yoxumuzdur. Baxın, indi yəni Təbriz şəhərində əlhamdülillah dostlar bir-birinə yine yaxşıdır, bir-birinə ehtiram qayıdırlar. İki quruh, iki list, iki dənə bir axıntı gəlir. Çox da gözəl. Hamısından da təşəkkür edirik, hamısından ki, ehtiramımızı bildiririk. Hər yerdə də otururuq, dururuq, deyirik ki, qardaşım, əlləriniz ağrımasın. Amma biz əgər istəsək ki, özümüzdən biri, o ikimiz deyirik, gərək bizim özümüzdən ola və gedər. Məncə belə düşünürəm, yolu bu ola bilər ki, biz gələk bir intixabatlardan, yəni bu intixabatdan əgər başlansa, o bir intixabatdan onun nəticəsini görəcək. O bir intixabatda başlasa, onun 2000-ci intixabatının nəticəsini görəcək. Bu iki qardaşım, bu günlərin gələk, deyək, gələcəkdə bir 2 il sonra məclis intixabatdır. İndi biz 3 nəfər, 2 nəfər, 5 nəfərin listi ki, bilirik ki, millətçidirlər, bilirik ki, bunlar qayğı keçdilər, bunlar özümüzdəndirlər, onları qoyacaq, hakimiyyətə deyiləm olar ki, qardaşım, bunlar olmasa, biz bu oyuna Azərbaycanda girməyəcəyik. Hakimiyyətdə görək ki, qardaşım, biz dediyimiz kimin varıq? Moğlavil müqəbrində yazır da, ya olduğun kimi görün, ya göründüğün kimi ol. Biz vaxtı deyirik, milli hərəkətə mənsubuq, milli düşüncəyə sahibiq, Azərbaycan mehvərli düşünürük. O qüvvələr ki, baxın, ideolojilarına bir fikir, bir düşüncə sözündə olması ki, bunlar söz siyasət-hay emalı dəyədir, ibrazıdır. İbraz edir ki, biz Azərbaycana belə eləyəcək. Amma emal eləyəndə nə edirik? Baxın, görün, 2 dənə qutbi ki, bu camiyyətdə, bu hökumətdə, hakimiyyətdə vardı. Bunların hangisinin siyasət-hay emalısında Azərbaycanın haqqı hüququnun yeri vardı? Bunların siyasət-hay emalısında Azərbaycanda yaşayan millətin dəyərləri, ənənələri, adətləri, bunların varlıqlarının yeri vardı. Bu adamların, bu teorisyenlər ki, hər iki cibhədə vardılar. İkisinin də düşüncəsində bir dənə anti-Azərbaycançılıq olaraq, əgər bizi bugün təhəmmül edirlər, buna görə təhəmmül edirlər ki, bizim görülə başçımız yoxdur. Əgər bir başçı olar, başçı da bir nəfər deyil, bugünkü dünyada bir nəfər olanmaz. Deyirlər ki, şurayı olar, deyirlər ki, bir karar mekanizması olar. İnşallah 5 nəfər, 10 nəfər, 8 nəfər, hamı da olan sözünə qulaq asar. Deyək qardaşım, bizim bugünlə bu seçkidə, bizim siyasət iki aparacaq qabağı budur. Əgər bizim özümüzünkilərdən olacaq, olmadı bu motoru söndürəcək. Hakimiyyət də bilər, millət də bilər. Da millət gəlib deməz ki, qardaşım, dünən siz belə deyirdiniz, bugün belə oldu axı.
Bizi dəvət eləyirdiniz, gəlin filan kəsələn verin. İndi görürük ki, o adam heç bir dediği sözü, heç bir dediği verdiği sözü tutmur. Bunların məncə inşallah bu seçkilər son seçki olar ki, hala ayrı şəraitlər inşallah ayrı yollar da vardır. Belə sırf fəqət seçkidə biz deyək ki, bizim istəklərimizin, mütalibələrimizin yolu seçkidəndir. Amma hər işin, hər bir bərnamənin özünün qabara aparacağı bir siyasətlər olmalıdır. Yəni biz hər şəraitdə, hər cür vəziyyətdə əgər deyək ki, biz elə hər nə cür çövürsən, olacaq. Hakimiyyət də baxar görər deyər, bunun əsl adamlarını biz qəbul eləmədik. Getdi ilə fərqində asdı. Fərqində qəbul eləmədik. Getdi 3-cü, 4-cü fərqində asdı. Bu yəni bu şəraitdə getsə qabağa, ta o zamanacan ki, İran adında bir ölkə var. Biz eləyənməyəcək, vaqei öz nümayəndələrimizi özümüzə nümayəndə olaraq seçək. Amma yox, görsənlər ki, bəli qardaşım, biz burada söz sahibi olaraq, burada düşüncə sahibi olaraq, burada fikir sahibi olaraq, burada yaşayan millət olaraq, 1000 illərə dayanan mədəniyyət olaraq hər işin yolunu başarırıq. Ehsası əməl eləmirik. Cumhuriyyə İslami hakimiyyəti bütün dünyanın olduğu hakimiyyətlər kimin, hamını bilir ki, kim nə cür düşünür. Üzümüzü tutmaqla, ay mən elə dəyərəm, beləyəm, mən bu cür dəyərdim, o cür dəyərdim. Bu hakimiyyət, madam ki biz bir mekanizmi qüdrət tərif eləməmişik, bizi müxatəb almayacaqdır. Madam ki biz birlikdə bir hərəkət meydana qoymamışıq, bizi müxatəb almayacaqdır. Bir gün biri gedə deyə, o birisi gün o birisi gedə deyə, baxaq görək, qruplarda, telegram qruplarında bir itdə o birisinin adını verir, o biri itdə götürür bu birisinin adını verir, bir itdə gedir, bir görüşlər eləyir, o birisi itdə qalxır olan əleyhinə yazır. Azərbaycan düşünən eləyə bilər ki, hər kimlə görüşər. Amma nə bu onların nümayəndəyə Azərbaycan? Yəni baxırıq görürük ki, bu mekanizm tərif olmadığına görə hamı özünə o haqqı verir ki, hər iş görsün, bir ayrı hamı da özünə haqq verir ki, götürə, ənva, əksan, tohin, töhmət. Yəni biz özümüzü məşğul eləmişik. Heç bizə lazım deyir ki, ayrı bir dövlət, ayrı bir hökumət gələ siyasət qoya. Bu götürür onun əleyhinə, gün axirin yazına adam baxır, görür, ya belə qayğıkeş, əzizlərin əzizlər ki, adam olan hamısının başına and içər, adından götürürlər, yazırlar ki, bu belə deyirlər ki, belədir, elədir, PJK terrorçusunun yoldaşıdır, dostudur. Bax, qədəşim, bunlar dünyanın harasında. Bir PJKçı yazar ki, Armani Smitko Azərbaycan Milli Hərəkətinin dostudur. Bir PJKçı gətirər bizim qruplarda öz adamlarının əleyhinə yazı yazar. Bunlar, xahiş edirəm, mən bu tribundan inşallah ki, gedər o əzizləri ki, hala bilərək ya bilməyərək, bu işlərdə, bu sahələrdə yazılar, pozular aparlar. Baxın, meydan açıq ərsədir, bizi bizə görsədən bir ərsədir. İnanın, o yazılar görsədir ki, biz nə qədər danaq, nə qədər bir-birimizdən ayrıyıq, nə qədər bir-birimizdən uzaq. Lazım nə gələk biz bunlar deyək ki, yox, elə deyər, belədir. Biz inşallah bu seçkilər, keçən seçkilərdən başlayaraq, bu seçkilərin sonucu hər nə olur olsun, əvvələn biz hamımız bir-birimizlə dostuq, yoldaşıq, qardaşıq, həmfikrik, hamımız Azərbaycan sevərik, hamımız Türk millətinin uğrunda çalışanlarıq. Bu ayıs olar ki, inşallah gələcək ki, seçkilərdə, elə həm Təbrizin özündə, həm Batı Azərbaycanın şəhərlərində bu karar mekanizmi vücuda gəlir. İndi bizim əsasi tərin məsələmiz, baxın, 2 intixabat bərgüzar olur. Biri intixabat riyasət cumhurudur ki, məncə çox çətin və qorxmalı bir ərsədir bu intixabat riyasəti cumhuru. Nə olacağı bəlli deyil. Yəni, hakimiyyət elə bir möhrəsini gətirib ki, həm hakimiyyətin ideolojik baxımından nümayəndəsidir, İmam Rizanın toliyyətidir, təşəyyün qoludur, həm hakimiyyətin geçmişdə olan dövrələrdə o şərait ki yaradıbdır, hakimiyyətin istimrarını, hakimiyyətin təsviyələr ki eləyibdir, onun nümayəndəsidir. Yəni, belə görə bilirik ki, hakimiyyət istəyir ki, iki rəhbərin arasında bir dənə bir mizan qoysun ki, qədəşim, o dövran təlayı ki siz deyirdiniz, o idi. Əgər o idi, sizlər kimidir, Dağıstan Pullu Kişvər kimidir, Rəis Qüvvə Qəzaiyə kimidir. O qardaşlar için iddia islah tələbləri vardı, onlar hamısı ilə iqtidarda idilər, onların əli ilə olubdur. İkincisi,
şərait ki yaranmışdı, təbliğat ki gedirdi. Baxsaz, yəni bu iki əgər bir müşkil, bir sorun qabağa gəlsə hakimiyyətin rəisindəki adama kimlər sahib çıxacaqdı, kimlər olacaqdı? Yəni İntihabat Riyasəti Cumhuru elə bir ərsədir ki, hər hangi bir hərəkət ona girmək intihar anlamındadır. Yəni bizim bəzən dostlarımız deyir, filan kəsdən himayət edir, filan kəsdən himayət eləmir. Elə olsun, belə olsun. Bu bir çox çelişkili və müşküllü bir ərsədir. Xahişən bunu nəzərdə alaq. Əgər də gedirik, bir işlərə qatılırıq, xahiş edirəm öz adımızdan olsun. Çünki bu hakimiyyət, bu vəziyyət 29-undan elə ki, dedi, səslər gəlir, ayrı-ayrı bir bərnamələr olacaqdır. O tablolar, bənərləri ki, vururlar ki, hər kəs izafə danışsa silli vuracaq, hər kəs ruhani, sən bu qalan bir ildə də işləvi yığışdır, cinən qoyma ayrışın qalsın. Yəni, ayrı-ayrı bir şəraitlər var, ayrı bir cərəyanlar var. Mən qurtardım üstədə. İkinci olaraq, mən şəxsi özüm, bu ATV bu iki, burada əziz dostlarımızın bir çoxu fəaldılar. Biri dəhəzlərin də listini veriblər. Xahiş eləyəcək ki, o əzizlər ki, istəyirlər, burada olsunlar. Elə o listlərdən də himayət eləsinlər, himayətlərini də bildirsinlər. Amma bizim əsasi tərim məsələmiz Batı Azərbaycanda, hətta olmuş olsa, elə bu günlərin buradan bu bir-iki gün içərisində də gedib, Urmiyyədə o əziz faalları yenə də əl çəkməmək lazımdır. Çünki bu bizə bir tarixi bir təəssifanə şikəst ola bilər və o cür ki, iyisi gəlir, çox-çox müşküllər yaranacaq və bahis olacaq ki, bəzi məsələlər olsun. İnşallah ki, ayın 30-unda burada zəhmət çəkən əzizlərimiz, burada deyirlər ki, neçə aylardır yığışırlar, toplantı qoyurlar, zəhmətlər çəkirlər. Onun biz burada sonucuna şahid olaq və birlikdə bir cəşni yaparaq. Sağ olun, var olun. Əziz dostlar, salam ərz edirəm. Çox xoş olam ki, bu günlərim buradadım birinə görə ki, bizim özümüzdə o cərəyanda bu ocağın isti yerində girib tutarıq. Ona görə bir görən qoyun. Məmnunam. Mən aparıcı qardaşımızdan qulağına, yalacana soruşdum ki, ağa, mövzu nədən ötürüdür? Bir burada görədir. Ondan da ki, mütəqqidən buna ki, bəxti bir dənə cələsədən mövzunun müşəxəsi olur. Ehtiram-ı cələsə, ehtiram-ı o məcmuə, budur ki, fəqət o mövzu barəsində danışılsın. Və qəsdim idi o mövzu barəsində danışam. Amma tamam danışanlar üçün seçkilərə də toxundular. Elə təbii olaraq mənə də haqq yaranır ki, seçkilərə də toxuna bilər. Anlamı yox. Üstaddan əlavə. Amma əvvəl icazə verin o bir xurdada görə mən bir söz deyim, ondan sonra seçkilərə görə mənim də sözüm var, bir işlərim. Bir dənə nəzəriyyə sazmanha var. O nəzəriyyə bəlməbna budur ki, camiənin nə model müdiriyyət olur. Bir xurdat qəziyyəsi mən məbnayı nəzəriyyə sazmanlarla yox, nəzəriyyə sistemlər baxımından istəyirəm deyəm. Bir sistem vaxtı vardı, yəni ibraz-ı vücud eləyəndə bir dənə sistem, onun bir başlanış nöqtəsi var, bir qurtarış nöqtəsi. Yəni bir dairə, bir mühitin, bir həsrin içində o sistem təriflənər, o sistemin bir eşiyi var, bir içərisi. O içərisindəki məsələlər bir cür məsələdirlər, eşiyindəki məsələlər bir cür məsələdirlər. Sistem özündən eşikdə rabitələri bir növ təriflənər. Sistemin içində olan əczasının arasında rabitələr bir növ təriflənər. Mahiyyətən bunlar bir-birlərindən ayrı deyirlər. Bəli, tərif o nəzəriyyə sazmanlar ki dedim, müdiriyyəti baxımından, o baxım qarışanda sistemin iç məsaili bir cür araşdırırlar, sistemin eşik məsaili bir cür araşdırırlar. Biz Azərbaycan milli hərəkətinin yeni fazında təriflənən milli hərəkət, məşrutə dövranından başlanan, ondan qabaqdan başlanan işim yox, o yeni fazda təriflənən bu hərəkət özünə bir dənə sistem kimi çıxış edir. Həstişinası bir dənə sistem kimidir. Bu sistem icab olaraq mən nəyəm deyə özünü ortaya qoyanda gərək özünün nə var olduğunu deyə, mənim içimdə nə var, mənim mahiyyətim nədir? Bizim Azərbaycan milli hərəkəti qoftimani özünün çıxış ərsələrini həmişə icab
moridində açıqdır. Əvvəlin bu hərəkətin meydanı çıxışı Babək qalasındadır. Babək qalasında heç kəsin əleyhinə bir dava getmir. Babək qalasında bu sistem, milli hərəkətin sistemi deyir ki, bir yerə yığışır, nə hökumətinin davası var, diyaloqunda, nə planı. Mən buyam, mən bu Babəkdən başlanan, Babək mənim qəhrəmanımdır, mən buyam, mən bu mahiyyətdə bir vücudam, özümü də bu cür tərif edirəm. İstir orada bu işləri aparsın. Yəni, icab olaraq özün deyir. Və orada mən o bir xurdat qəziyyəsi həman o Qəli Babəkdə becərilən teorunun və əfsərlərin çıxış nöqtəsi dər vaqə xiyabanlarda, şəhrin mətnlərində orada özünü göstərən bir nöqtədir. Bainki bir xurdadın o saiqə və əngizə olaraq yaradan ki, bizə o vurdığı yaman yoğuzdular ki, o süsəri kəlmə, karikaturu yazılıbdır. Bəli, bizim millət heç yerdə, heç bu muriddə özündən bir şey difai bir zat göstərmir ki, ağa, mən filan deyiləm. Yazdı ki, haray mən türkəm, gənə icabı söz danışdı. Dedi, mən türkəm. Və ayrı bir söz demədi. Hakimiyyətinin də bir qovlu mərif bir, mən səni yıxacaqam, mən səni dağıdacaqam, belə bir söz yoxdur. Haray, mən türkəm, mən də ana dilimdə istəyim də budur ki, istəyim mədrəsə, öz dilimdə mədrəsə olsun. Yəni, baxın, mən istəyirəm o veçhi icabiyyə hərəkəti danışam. Vaxtı veçhi icabıdan danışırıq, biz bir zat olaraq deyirik, biz buyuq. Vaxtı sən deyirsən, mən buyam, yəni ebrazı vücud edirsən, özündən eşikdəkilərə də deyirsən ki, mən buyam, sən nəsən, sənin məndən rabitən nəcr olmalıdır, mənim səndən rabitəm nəcr olmalıdır. Bax, bu bir uzun bəhsidir. Mən elə buracan ki, üçün o seçkilərə rabit edərək istəyirəm bir toxunam, ona görə də burada qət edirəm. Yəni, bunu araşdırmaq olar, çox fəlsəfi bəhslər var, çox rəvanşinasi ictimai bəhslər var, politikal bəhslər var. Hər boyutundan bunu açmaq olar, çox uzun bəhslər istəyir və bu cəlsənin hövsələsindən qarışır. Amma qaldı seçkilərə görə. Mən o, üçün də indi bu cələsə həm zamanında seçkilərə də, o qıslərdə toxunda ərz elədim, mənə də bu həq yaranır. Ərz edin o dostlarımız ki, bunu əvvəldə deyim ki, əzizlər, baxın, seçkilər bir dənə məsələ siyasıdır. Bir dənə əməl siyasıdır. Əməl siyasının arxasında kolli məsailə təhlili var. Bu cür deyil ki, mən gələn məsələn duram elə şaqqıltı ilə duram gələn məsələn İran ahurla danışam. Ya duram gələn məsələn Vəhidə Bərlinin sitadında oturam danışam. Axı belə deyil ki, necə deyirlər, yerdən çıxan bir göbələk deyil ki bu qəziyyə. Əməlkərd siyasi, həmişə əməlkərd siyasının arxasında təhlil var. Biz təhlillərin barəsində danışmamışdan, gəlib əgər əməlkərd siyasilarımızı bu cür belə net, konkret, möhkəm, sərt rədd eləsək, bu əslən biz bir şeyə yetişə bilmərik ki, düşmənçiliğə çəkər bu. Biz əvvəl gərək təhlillərimizi qoyaq ortaya. Deyək, mənim təhlilim şərait ictimaiyyədən budur, mənim sözüm budur, sahtar caməni bu cür görürəm, sahtar hökumətini, şinasi hökumətindən bu varımdır, şinasi cəhanıdan bu varımdır, məntəqənin vəziyyətindən, dünyanın vəziyyətindən şinaxtım budur. Azərbaycan milli hərəkətinin nirularından da vəziyyəti pazeli, Bafti siyasından da şinaxtım budur. Bunların üzərindəki hərəsi özünə görə böyük bəxtlər lazımdır, zaman lazımdır, oturub danışmaq lazımdır. Bunların da bu təhlillərin üzərində olaraq, bunlardan dayanaraq istintac edirəm ki, mən bu günlərin bu hərəkətdə filan işi görəm. Bir dənə əməlkərdə siyasi əncam verir. Axı, biz heç oturub təhlillərimizi danışa bilmirik ki. Vaxtı yoxdur, danışmırıq. Bəd şaqqıltı ilə mən duram, bir dənə ağay filanı, min dənə təhlil ilə, min dənə məsələ ilə filanı. Gəlib bir dənə iş görürdü, şaqqıltı ilə duram, buyuram, qoluna mənəsindən ki, sən niyə bu iş görür, sən satqınsın. Sən getdin filan elədin, Azərbaycan satdın. Ya filan, baba, nə var, nə satar? Mən ondan işim. Ancaq, əzizlərim, baxın, biz əgər bir-birimizdən əməlkərdi siyasımızdan istəyir, intiqad eləyək, lütfən dərsahəyə, əvvəl dərsahəyə təhlil danışmalıyıq. Yoxsa dərsahəyə təhlil danışa bilməsə, bizə bir şey yetər.
Biz axı Azərbaycanlıyıq, hamımız danışanda deyirik, biz Azərbaycanlıyıq, hamımız bir hədəfə gedirik. Hamımız bir dərmanın bekonu, bir dərman daşına su tökür. Hamımız bunu deyir, mən bir nəfər görmədim ki, desin, burada filan kəs bizdən deyir. Hamı deyir, biz bizik da. Deyəndə də deyirik, 40 milyon İranda Azərbaycanlıdır. Hamısı da milli hərəkatın içindədir. Baba, bu 40 milyon ki deyirik, bu 40 milyon əkşar o əsnaf, sinuf müxtəlifi var, təhlilهای müxtəlifi var. Əgər bu 40 milyonuq biz və bu 40 milyonun içində olan təhlillərə də hörmət qayılıq. Onlarla gərək hörmətlə danışaq. Baxın, bir dənə fəqət mənim xahişim, təqazam, sözüm, xahiş olaraq, bir dənə, bilmirəm nə cür, nə model deyək. Baba, biz əməlkərdilərimizi, bir-birimizlə intiqadımız var, olsun sözümüz var. Hətta o hörmət tərəfi müqabilimizi saxlayaq, hörmətinlə danışaq. Deyək, məsələn, mən sənin təhlili, bu əməlkərdə siyasımla müxalifəm da, yaxcı, da müxalifət də savaşmayacaq ki. Müxalifəm deyəndə gedərik, oturarıq, müxalifətləri gəlib bu cür mətləb olmaz ki, müxalifətləri gedərlər, oturarlar, bir dənə sahih təhlilidə, cələsat-ı təhlilidə, oturarlar, deyərlər, sən niyə bu işi görürsən? O oturar, deyərlər, bunun üzündə, bu şəraitın üzündə, bu vəsaini, bu təhlillərin üzündə, bu şınaxtın üzündə mən bu işi görürüm. Onda görək ki, sən bizim ixtilafımız var. Yaşasınlar.